Müxtəlif işarələr olan abidənin hündürlüyü təxminən 80, eni isə 60 sm-dir. Lənkəran rayonunun Kosalar kəndində Miva adlanan ərazidə daş abidə aşkar edilib. Kənd sakini Cavanşir Həsənzadə qazıntı apararkən qədim sənət nümunəsi ilə rastlaşıb. Daş abidənin üzərində başında tac və od püskürən şir əks olunub. Üzərində müxtəlif işarələr olan abidənin hündürlüyü təxminən 80, eni isə 60 sm-dir. Abidənin aşkar olunduğu ərazidə 2 hektara yaxın sahə kərpizlə hasar alınıb. Abidə əhəng daşındandır. Şirin bədənini ulduz təsvirləri bəzəyir. Diqqətlə baxdıqda ulduzlar şir bürcünü xatırladır. Bu 2 hektar ərazini əhatə eləyən şəhər qala tipli bir tikilidir. Qədim bir tikilidir. Qədim bir tikili. Yəni biz, mən burada arxeoloji işlər aparmışam. Burada yeraltı və yerüstü tarixi abidələrin unikal nümunələrinə rast gəlmə olur. O unikal nümunələrdən biri də bu mifik heyvan figurudur ki, bu mifik heyvan figuru əhəng daşından düzəldilib. Çox qəribədir ki, bu mifik heyvan figurunun başında tac həkk olunub, ağzından od püskürür və ən maraqlısı odur ki, bu heyvan figurunun üstündə naxışlarla ulduzlar həkk olunub və bu ulduzlar şir bürcünü xatırladır. Diqqətlə baxanda, düzdür, bunu mən deyirəm, amma əslində həqiqətən görsənir. Tədqiqatçı alimlərimiz bundan yaxından maraqlansalar, bəlkə daha dolğun nəsə deyə bilərlər, daha dolğun burada bir araşdırmalar apara bilərlər. Kosalar kəndindəki Miva adlanan ərazinin tarixi qədim dövrə təsadüf edir. Yerli sakinlər bildirirlər ki, Kosalar kəndində hələ 1986-cı ildə tunellər aşkar edilib. Kənddə bir neçə küp qəbir də tapılıb. O zaman burada xeyli miqdarda maddi mədəniyyət nümunələri aşkar olunsa da, ərazi mühafizə olunmamış, əkin üçün istifadə edilib. Bütün bunlar onu göstərir ki, aşkar edilən daş abidənin, o cümlədən Lənkəranın Kosalar kəndinin tarixinin ciddi tədqiqata ehtiyacı var. Rüfət Nadirli, Valid Dadaşov, Rasim Ağayev, Xəbər xətti Lənkəran.